Demək, bunların arasındakı dialoq məni lap belə deyək də heyrətə salır və hətta o qədər səmimi olublar ki, həyat yoldaşı məsələsi də müzakirə olub. Putinin Melaniyadan daha çox xoşu gəlir deyə Trump söyləyib, dəyərli izləyicilər. Bəli, Amerika prezidenti Donald Trump deyib ki, Vladimir Putin dedi ki, mənim arvadıma çox hörmət edir. Deyir, mən cavab verdim ki, bəs mənə hörmət etmirsən? O isə cavab verdi ki, Melani mənim daha çox xoşuma gəlir deyə Ağ Ev rəhbəri bildirib. Dəyərli izləyicilər, bunlar nə yaşayırlar, nə yeyirlər, nə içirlər? Dünya dağılır, Rusiya-Ukrayna müharibəsi pik həddə gəlib çatıb. Aləm dəyib bir-birinə, bütün dünya bunlardan həll yolu gözləyir. Bunlar isə bir-birinin arvadını bəyəndiklərini bildirirlər və deyir ki, mən dərhal gələcəm, heç bir problem yoxdur. Trump da deyir, mən Rusiyaya gələcəm, arvadımı da götürəcəm, gələcəm. Bax, belə bu dünyanın yeni düzəni deyilən politoloqların, geopolitiklərin, dünyanın yeni düzəni dediyi düzən bundan ibarətdir. Qanlar tökülür, şəhərlər dağılır, insanlar ölür, əsirlər düşür və bunu həll etmək olan iki prezident danışır və deyir ki, tamam, həll edərik də, amma sənin arvadın çox qəşəngdir. Sənin arvadından mənim daha çox xoşum gəlir, nəinki səndən. Yəni, səni arvadından sonra bəyənirəm. Öncə həyat yoldaşına. Yəni, stat budur. Mən heç nəyi bəsitləşdirmirəm, vulqarlaşdırmıram. Açıqlama budur. Bunu Amerika prezidenti Donald Trump'ın özü deyib. Deyib ki, biz bu barədə danışdıq. Amma hələ ortada razılaşma, atəşkəs, əsir mübadiləsi və s. bu yox olmayıb.